Xəstə uşaq üçün toplanan vəsaiti oğurlayan daha bir şəxs saxlanılıb. Gündəm xəbərin efirində 3 mart tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədi ilə kart hesabında toplanan pulu talayan şəxs saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən Nəsimi rayon sakini ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədi ilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarından informasiya texnologiyalarında istifadə olunmaqla oğurlaması barədə polisə məlumat verib. Nəsimi rayon polis idarəsinin 21-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. Orxan Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatları əldə eləyərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nəqdləşdirdiyini bildirib. Faktla bağlı araşdırmalar hazırda davam edir.